Rəqəmsal dövr inkişaf etdikcə kiber hücumlar da artır. Bu təhdidlərə qarşı banklar və sığorta şirkətləri vətəndaşlara kiber risk sığortası təklif edirlər. Qeyd olunur ki, bu sığorta sayəsində kart məlumatları rəqəmsal təhlükələrdən qorunur. Sığorta məsələləri üzrə ekspert Vüsal Bədalov deyir ki, rəqəmsal təhlükələrin artması kiber sığortanı vacib edir. Bu sığorta haker hücumları, informasiya itkisi və məxfi məlumatların sızması kimi kiber təhlükələrdən irəli gələn zərərlərin qarşısını almağa kömək edir. Kiber risklərin sığortası unikal bir sığorta məhsuludur və Azərbaycanda bir və ya iki sığorta şirkəti bunu rəsmiləşdirir. Xarici bazarda bu məhsul illərdir var və bu məhsuldan böyük şirkətlər, kooperativlər istifadə edir. Kiber risklərin təminatları iki növü var. Bir sığortalının birbaşa təminatı, itkilərinin sığortası və kiber risklərdən və kiber hücumlardan sığortalının məsuliyyətinin sığortası. Yəni üçüncü şəxslərə dəymiş zərərin də burada sığortası mümkündür. Bu cür kiber sığorta siyasətləri təkcə məlumat sızması ilə məhdudlaşmır. Eyni zamanda bütün texnoloji fəaliyyətin dayanmasına və onun maliyyə nəticələrinə qarşı da qorunma təklif edir. Əmanətlərini sığortalaya bilərlər istehlakçılar, həmin formadakı gələcəkdə banklarla bağlı itkilərini belə deyək, təminat altına alsınlar. Banklar özləri də həmin belə deyək, məsuliyyət sığortasını əldə edə bilərlər. Gələcəkdə bununla bağlı da təminat ala bilərlər. Şirkətə və onun belə deyək, dövriyyəsinə və məlumat dövriyyəsi ilə bağlıdır ki, həm təhlükəsizliyi hansı formadadır və hansı risklər onu əhatə eləyir və ona görə də sığorta şirkəti kooperativə görə, şirkətə görə sığorta şirkəti bir paket hazırlayır və onda müəyyən bir qiymət olur. Sığorta müqaviləsi bağlayarkən diqqət yetirilməli əsas məqamlar var. Hüquqşünas Kamil Hüseynov deyir ki, əhatə dairəsi konkret və aydın göstərilməli, istisnalar açıq yazılmalı, kiber təhlükəsizlik səviyyəsi qiymətləndirilməli və mübahisələrin necə və harada həll ediləcəyi əvvəlcədən bilinməlidir. Kiber risk müqaviləsi bağlayan şəxslər və ya şirkətlər burada bir çox məqamlara diqqət yetirməlidir. Bu müqavilə forması digər sığorta müqavilələrindən fərqlənir. Burada müxtəlif texniki və hüquqi məsələlərə diqqət yetirmək lazımdır. O cümlədən ödənişlərin verilməsi, hansı hallarda sonradan ödənişi verilir, hansı hallarda verilmir. Yəni bu kimi məsələlər tam dəqiqliklə, detallı şəkildə əks olunmalıdır. Banklarda isə müxtəlif pul vəsaitlərinin oğurlanması ilə bağlı fiziki şəxslərlə sığorta haqqı tutulmaqla bir növ müqavilə bağlanmış olur. Qeyd edək ki, kiber sığorta olmadan şirkət və ya fərdi şəxs kiber hücum və ya məlumatların pozulması ilə bağlı xərcləri ödəmək üçün tam məsuliyyət daşıyır. Turqan Əliyev, Vüsal Hüseynov, Ayaz Süleyman Soy, Xəbər Ertəsi.